Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyə Respublikasının milli bayramı Cümhuriyyət Bayramı münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda Türkiyə Prezidentini və bütün qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bugün Türkiyə bütün sahələrdə mühüm uğurlara imza atır, beynəlxalq aləmdə söz sahibi olan güclü və nüfuzlu dövlət kimi tanınır. Məktubunda vurğulayıb ki, bir millət iki dövlət prinsipi əsasında formalaşan Azərbaycan-Türkiyə münasibəti bugün ən yüksək səviyyədədir. Şuşa bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrin günü-gündən daha da dərinləşməsi iki ölkə arasında sarsılmaz dostluq və qardaşlığın bariz göstəricisidir. Prezident İlham Əliyev həmçinin oktyabr ayında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılar Şurasının 12-ci zirvə görüşündə Rəcəb Tayyib Ərdoğanın iştirakını və Türk dünyasının birliyi uğrunda göstərdiyi səyləri yüksək qiymətləndirib. Dövlət başçısı məktubunda əməlilik ifadə edib ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bundan sonra xalqların iradəsinə uyğun olaraq daha da möhkəmlənəcək. Prezident İlham Əliyev məktubunun sonunda Türkiyə prezidentinə cansağlığı, xoşbəxtliyi, dövlət fəaliyyətində uğurlar, qardaş Türkiyə xalqına isə daimi rifah və firavanlıq arzulayıb. Dilbər Vüqar qızı, Bölgə TV.